Salam əziz həmvətənlər. Biz bugün Mingəçevir şəhərinə şəhidlər xidmətinə gəlmişik. Şəhidlərimizi ziyarət etmək üçün Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bizim gəlişimizin birinci səbəbi ondan ibarətdir ki, 2024-cü oktyabr ayının 25-dən bütün rayonlara, şəhərlərə, yəni Azərbaycanın rayonları şəhərlərinə müraciət eləmişik icra hakimiyyətin başçılarına. Ki bizim Bakı şəhərində yaradılan İstiqlal Muzeyində şəhidlərlə bağlı muzey yaradaq. O muzeyin mərzi nədən ibarətdir? Onu açıqlayayım. Muzeyin mərzi ondan ibarətdir ki, deməli biz həmin muzeydə sifariş verib qələmlər hazırlatdırırıq, qutular hazırlatdırırıq və bayraqlar. Bunlar hamısı şəhidə aid olan qələmlərdir, bayraqlardır, qutulardır. Qələmlər də ondan ibarətdir ki, bu sadə qələm deyil, bu qələm xüsusi qələmdir. O qələmdə şəhidin şəkli həkk olunubdur, arxa tərəfində onun həyatı barəsində həkk olunubdur, yəni bu bilgilər verilibdir. Bu qələmlər uzun ömrlü qələmlərdir, hətta 200 il, 300 il, 400 il o qələmin ömrü var. Gələcək araşdırmacılar hansı bizim şəhidimizin barəsində hansı məlumatı əldə eləmək istəsə, həmin muzeyə gedə bilərlər, o qələmləri orada əldə edə bilərlər və həmin şəhidin barəsində yəni istəsələr kitab da yaza bilərlər, araşdırmalar da apara bilərlər. Bizim əsas işimizin məğzi bundan ibarətdir. Biz təşəbbüs qrupu olaraq rayon gəzirik, bütün şəhidlərin xiyabanlarını ziyarət edirik və İcra hakimiyyətin nümayəndələrini biz görüş keçiririk ki, yəni ki, bu işdə bizə dəstək olsunlar. Belə işləri tək dövlət tərəfinin, yəni İcra hakimiyyətlərinin üzərinə qoymaq da düzgün deyil. Çünki bizim o qədər milli qeyrətli oğullarımız var ki, onlardan mən bir xahiş edərdim ki, hər kəs öz rayonunun şəhidlərinə, yəni hansı ki, biz o şəhidlərin səbəbinə bugünkü gün bax, burada durmuşuq, firavan yaşayırıq. Onlar bizdən qanlarından, canlarından kesib, onların biz haqq səsini dünyaya çatdırmalıyıq. Mən xahiş edərdim iş adamlarından, milli qeyrətli olan zamanlarımızdan, oğullarımızdan, istər Respublikanın daxilində, istər xaricində bu muzeyin yaradılmasında bizə dəstək olsunlar. Biz də ki, yaxın zamanlarda fikrimiz bir təşəbbüs qrupu olaraq fikrimiz oldu ki, Qənimətlər Parkında bu muzeyi yerləşdirək. Hal-hazırda İstiqlal Muzeyindədir. Ancaq orada yer balaca olduğuna görə, yəni bizim 30 mindən çox şəhidimiz var. Biz istərdik ki, heç bir şəhid yaddan çıxılmasın. Hər bir şəhidin adına olan orada qələmlər, qutular və bayraqlar yerləşsin. Bugünkü bizlə bir yerdə olan bizim milli qəhrəmanımız, hansı ki, dünya ictimaiyyəti bəlli olan Natiq Səlimoğlu, Qasımovun qardaşıdır. Onunla da biz buraya bir yerdə gəlmişik. Nofər müəllim, Allah rəhmət eləsin. Allah cəmi bütün şəhidlərimizə rəhmət eləsin. Sizə mən bir şeyi də açıqlayayım. Yasamal rayonunun, Bakı şəhər Yasamal rayonundan bizim 44 günlük müharibədə bir qazimiz var, Namir Həsənli. O öz vəsaiti hesabına şəxsən Natiq Qasımovun qələmlərini, qutularını hazırladık. İndi biz Natiq Qasımovun anasının da görüş keçirmişik. Bugün qardaşı Nofər müəllimlə görüş keçiririk Mingəçevirdə. Deməli bir qazi hansı ki öz vəsaiti hesabına onun yəni necə deyim, vətənə sevgisi, o məhəbbəti o qədər güclüdür ki, o deyir ki, bir də mən soruşayım ki, niyə məhz Natiq Qasımovu sevgisi? Deyir ki, Natiq Qasımov haqqında bizim bilgilərimiz çox azdır, biz bilmirik. Yəni, həmişə biz bir millət olaraq onun intizarında olmuşuq ki, bu insan belə qəhrəmanlıq, belə şücaət göstərir. Yəni, onun son aqibəti həqiqətən də həm Respublika daxilində, həm xaricdə heç gün bəlli deyildir. Natiq Qasımov, yəni bir şəhərdir. Onun sizə bir şey açıqlayayım ki, Natiq Qasımov elə bir döyüş
bir qəhrəman olur ki, hal-hazırda ermənilərin yadına düşəndə onların yuxuları da qaçır. Deyir ki, bizim başımıza da belə bir dənə cavan oğlan, hansı ki, tək bu boyda erməni döyüşçülərindən sinə-sinəyə gəlir, onlara qarşı mübarizə aparıb. Bizim o... Ermənilər elə bilir ki, orada adam çox. Bəli, onlar elə başa düşürlər ki, burada bir, nə bilim, 20 nəfər var, 30 nəfər var, yəni hər tərəfə Özü də elə bilir ki, Türkiyədə təlim alıb gəlmiş əsgərlər, elə təsəvvür edirlər ki, orada. Nofər müəllim, buyurun, bugünkü qonağımız yenə təsəvvürən Nafiq Qasımov qardaşım. Mən sizə təşəkkür edirəm, Korkmayım. Siz yəni Bakı şəhərindən Mingəçevir şəhərinə qanat gətirmişsiniz. Yəni sizin bu işlərinizdə mən sizə uğurlar arzulayıram. Çox gözəl bir təşəbbüsdür, çox gözəl bir fikirdir. Bütün Azərbaycan uğrunda bütün döyüşçülərimiz, 30 bindən çox şəhidlərimizin mən arzu eləyərdim ki, bizim Respublikada olan bütün region, rayonların, şəhərlərin icra başçılarının, nümayəndələri tərəfindən bu iş təşəbbüs irəli sürülsün və köməklik dəstək olsunlar. Və mən də yenə siz deyən kimi bütün o imkanlı Azərbaycan oğullarını əvvəldən təşəkkür edirəm ki, sizlərə dəstək olsunlar. Bu işi ən azından başa çatdırmaq sizə nəsib olsun. Sizin işlərinizdə uğurlar arzulayıram ki, yəni bütün şəhidlərimizi siz hamısını bir araya yığıb və Qənimətlər Parkında böyük bir muzeyin tikilməsini mən yəni arzu eləyərdim ki, Prezidentimiz, Ali Başkomandanımız da bu işlə məşğul olsun və gözəl bir təşəbbüsdür və sizə uğurlar arzulayıram. Siz də Mingəçevir şəhərinə xoş